Yenidən cəhd. Biraz azalt sürətini. Sol demişini yandır. Zəhmət olmasa. Tələsmirik, təntimirik. Oldu mu? Haftamızın ortası keçəndə sükanı axıra kimi döndərik sola. Orada qalıb gözləməyə ehtiyac olmayacaq o zaman. Öz olan düşəndə də 2 dövrə qaytar geri. Yəni apardığın qədər axıra kimi aparmırsansa 2 dövrə qaytarmalısan geri. Bax bu maşın sürücüsü təcrübəli sürücü deyil. Orada gözləməyə ehtiyac yoxdur. Gəl, tələsmə. Gəl. Bu da onun kimi. Fırla axıra kimi, fırla axıra kimi, axıra kimi fırla cəld. Biraz qaz ver, biraz qaz ver. Baba, kimə görə dayanıb bax. Vaxtına dönə bilsəydi. Ay, sağ. Sənin ümumətə 8 saat təcrübən var. Ondan yaxşı döndün, gözləmədim. Başdan. Yəni orada məsələn nə bayatdır. Bucağı düzgün götürmək lazımdır. Diametri düzgün götürmək lazımdır. Düzgün götürəndən sonra gözləməyə ehtiyac yoxdur. Çünki bax bu zolaqdan gələnlərdən traktoru kəsmir. Biz gəlib oradan dönürük. Bax bu zolaqdan gəlib düşən yoxdur. Çünki biz dönərkən qarşımızdan sağımızdakı var ha. Bax bu zolaqdakılar da geriyə dönür də. Traktor kəsişmir. Bu zolağa düşə bilirsənsə, dayanıb gözləməyə ehtiyac yoxdur. Düzgün döndürə bilmirlər, avtomobil burada çıxır bu zolağa. Bu zaman məcbur qalıb gözləyirlər. Elə dönmək lazımdır ki, birbaşa bu zolağa düşmək lazımdır. Amma elə geri dönmə yerləri var ki, buradakı kimi deyil. Orada gəlib geri dönərkən sən məcbursan sağını gözləməyə. Məsəl üçün deyirəm, bax məsəl üçün. Burada icazə yoxdur sol dönməyə. Biz buradan geriyə dönmək istəsək, bax görürsən, traktor kəsir. O BMW-ni görsənmi? Onu gözləməliyik. Çünki o gəlir axı. Amma bizim qarşıdan uydan işlədiyimiz yerdə gəlmir. Həmin zolaqdan gələnlər də geriyə dönüb qayıdır. Fikrimi çatdıra bildim? Bəli. Tamamdır, uğurlar arzulayıram. Gələcək bir dənə cəhd eləyəcəyik.